Sevgi həmişə şərtsizdir, yoxsa elə anlar olur ki, onun təməlində bir əgər dayanır? Bax, bugün çox maraqlı bir mövzuya toxunacağıq. Qadın sevgisi, qadın sədaqəti. Əlimizdəki məlumatlar doğrusu biraz ziddiyyətli, amma hamısı düşündürücü. Hə, həqiqətən də elədir. Mövzu çox qatlıdır. Bir tərəfdən baxırsan, sevgi sanki bir növ bioloji, hətta strateji bir mexanizm kimi görünür. Düzdür, amma sonra başqa mənbələr çıxır qarşımıza. Deyir ki, yox, əsas məsələ qarşılıqlı hörmət, məsuliyyətdir, münasibətin özüdür. Bəli, məsələ. Yəni, bugün çalışacaq ki, bu fərqli, hətta bəzən toqquşan fikirləri aydınlaşdıraq, əsas məqamları üzə çıxaraq. Gəl başlayaq elə o birinci iddialı fikirdən. Deyilir ki, qadın sevgisi çox vaxt şərtidir. Yəni, necə deyim, qadınlar kişidə güc, status, təminat kimi xüsusiyyətlər axtarır. Belə bir fikir var. hə, və güya bu xüsusiyyətlər zəifləyəndə, itəndə, qadının da sevgisi, cazibəsi azala bilir. Burada hətta hipergamiya deyə bir şeydən danışılır. Yəni, qadınların təbii olaraq özlərindən daha üstün ya da ən azı bərabər kişilərə meyl etməsi. Çox maraqlıdır və əsas fikir də odur ki, qadın hörmət etmədiyi kişini sevə bilmir. Hörmət yoxdursa sevgi də yoxdur. Bəli. Hətta bəzi mətnlərdə deyilir ki, qadınlar kişiləri sanki daim test edir. O shit test deyilən şey. Yəni, kişinin gücünü, qətiyyətini yoxlayırlar. Elə bir hekayə də var idi axı təqdim etdiyim materiallarda. Qadın deyirdi ki, ərim işini saxlaya bilmədi, ambisiyası yox idi, mən də ondan soyudum. Hətta ayrılmağı düşünürəm deyirdi. Düzdür. Belə bir nümunə var idi. Yəni, qadın üçün kişinin bu zəifliyi sanki münasibətin təməlini sarsıtmışdı. Güclü iddiadır, amma... Amma, bax, burada başqa bir məqam ortaya çıxır. Digər mənbələr deyir ki, bu yanaşma bir tərəflidir. Kişi məsuliyyətini unudur. Aha, yəni məsələ təkcə qadının gözləntiləri deyil. Əlbəttə. Münasibət iki nəfərlik bir yolda axı. Kişinin də öhdəlikləri var. Partnyorunu dinləmək lazımdır, qayğı göstərmək. Romantikanı canlı tutmaq. Hə, romantika, həyəcan, bir də ki, özünə baxmaq. Fiziki, mənəvi sağlamlıq, bunlar da vacibdir. Yəni, bu mənbələr deyir ki, kişi illərlə laqeyd olub, partnyorunu görməzdən gəlib, özünü buraxıb, sonra da qadından sonsuz sevgi, sədaqət gözləməsi. Bu real deyil. Qətiyyən, hər kəsin bir dözüm həddi var, qadınların da. Məsələn, başqa bir hekayə də var idi. Qadın ərinin illərlə davam edən laqeydliyinə, tənbəlliyinə dözüb. Özünə baxmır, məsuliyyətsizdir. Və sonda? Sonda qadın anlayır ki, artıq özünü görünməz, dəyərsiz hiss edir və ayrılmaq qərarı verir. Çünki artıq dözə bilmir. Deməli, bu baxışa görə sevginin, sədaqətin davamlılığı bu hər iki tərəfin birgə səyindən asılıdır. Davamlı səyindən. Bəli, bəli. Məsuliyyətin bölünməsi məsələsi. Yaxşı, bu da məntiqlidir. Amma onda bir sual yaranır məndə. Əgər birinci baxış deyirsə ki, qadının hörməti kişinin gücü ilə bağlıdır və bu ditəndə cazibə azalır, onda kişinin sonradan göstərdiyi səy, o qayğı, dinləmə, o itirilmiş təməl hörməti, o cazibəni geri qaytara bilirmi? Yoxsa bu sadəcə başqa ehtiyacları ödəyir? Bax, bu çox yaxşı sualdır. Çünki elə hekayələr də var ki, qadın çox tez reaksiya verir. Məsələn, partnyoru kökəlir, özünə baxmır. Hə, o hekayə qadın deyirdi ki, bu dəyişikliyi mənim üçün cazibəni tamamilə öldürdü, bitirdi yəni. Düzdür. Bu da sanki daha çox o birinci perspektivə uyğun gəlir, elə deyilmi? Güc, fiziki forma itdi, cazibə də getdi. Bəli, deməli, vəziyyət həqiqətən də mürəkkəbdir. Çox mürəkkəbdir və çox fərdi. Bəlkə də bu ziddiyyətli görünən şeylər əslində eyni mənzərənin fərqli tərəfləridir. Bilirsən necə? Necə? Yəni, bəzi insanlar üçün cazibənin o təməl elementləri var, onlar sarsılanda münasibət tez zəifləyir. Amma digər tərəfdən uzun müddətli münasibətlərdə dözüm, səbir, qarşılıqlı öhdəlik kimi şeylər daha çox rol oynayır bəlkə də. Ünsiyyətsizlik də var axı. Bəzən biri, xüsusilə kişi, heç bilmir partnyorunun içində nə baş verir. Tamamilə doğru. O hekayədəki kimi. Ər şokda idi arvada ayrılmaq istəyəndə. Deyirdi, heç bir siqnal görməmişəm. Bu da onu göstərir ki, danışmaq, anlamağa çalışmaq nə qədər vacibdir. Açıq ünsiyyət yəni. Həqiqətən. Hətta illər keçsə belə. Bax, o bir hekayə var idi. Kişi 20 il əvvəl olan bir şeydən hələ də narahat idi. Münasibətin lap əvvəlindən.
Dəhşət, 20 il. Bəli, şübhələr qalır. Bu da göstərir ki, etibar, şəffaflıq zamanla əhəmiyyətini itirmir. Həmişə aktualdır. Belə çıxır ki, çoxlu faktorlar var. Təbiət, instinktlər, güc, bir də şuurlu seçimlər, səylər, ünsiyyət, məsuliyyət. Məhz elə və əsas sual da budur. Münasibətlərin taliyin nə qədər o, necə deyim, təbiət dediyimiz şeylərinə bağlıdır, nə qədər də bizim özümüzün şuurlu səylərimizlə, bir-birimizə münasibətimizlə. Harada bitir təbiət, harada başlayır şuurlu seçim? Çox dərin sualdır. Həqiqətən, üzərində düşünməyə dəyər. Çox sağ ol bu maraqlı təhlil üçün. Bəs siz, əziz dinləyicilər, siz nə düşünürsünüz bu barədə? Qadın sevgisi, sədaqəti daha çox şərtlərə mi bağlıdır, yoxsa qarşılıqlı öhdəlik, səy, hörmət əsasında mı formalaşır? Fikirlərinizi bizimlə rəylərdə bölüşün. Çox maraqlı olardı. Bəli, sizin fikirləriniz bizim üçün dəyərlidir. Əgər bu müzakirə, bu dərin təhlil xoşunuza gəldisə, kanalımıza abunə olmağı, zəng işarəsini aktiv etməyi və əlbəttə ki, bu bölümü bəyənməyi unutmayın. Növbəti dərin təhlillərdə görüşənədək.